Deməli deyək ki, 9 fərqli fiqurun hərəsinin çəkisi 1-dən 9. 9 fərqli fiqur burada düzülüb və qeyd fiqurlardan biri tərəzilərdə yoxdur. Burada nə baş verdi? Bunu ən yaxşı dedi başlama üsulu buradır. Burada 1 kvadrat oldu 1, bu da 2 olsa 12-ni 1-ə vuranda 12 bura eləyir. 6-nı 2-yə vuranda 12 bura 24, 24, bu da 9 ola bilər ən yaxşı. 8 versək bu 24 olur. 3 dəfə 8 24. 9 verməliyik ki 27 olsun ki bu bundan ağır olsun. Deməli növbəti qaldı 1 2-ni istifadə elədik. 3 4 5 6 7 8. Və buna 6 6 6 versək bu olur 18. Bu da 7 25. Bu da 3 3 3 3 9 4 4 20. Buna da 5 desək bu da olur 25. Deməli bizdə nə yoxdur? 8 kiloqramlıq çəki daşı tərəzilərdə yoxdur. Çəkisi 8 olan fiqur burada olmayan nədir? C bəndi. 43 bəli C bəndidir. Qaranı soruşur 2 44-dən. 44 qaranı soruşur. Qara rəngli oldu 2. Yəni D bəndi. B variantı gəldi. Burada da deyir ki, hər üç fiqur, deməli, hər üç tərəzinin tarazını təmin etmək mümkündür. Yəni bu hansı birini qoysaq bura, hər üç tərəzinin tarazlığını təmin etmək mümkündür. Bu dairəvi fiqurlardan birini sən hansı variant deyirsən? B variantı deyir. Bu. Bir alt fiqurlardan birinə. Fərid sən nə yazmısan buna? 45'te əslində mən biraz tərəddüd elədim mən. Yəni cavabı biraz amma B bəli uyğun gəlir məncə. Bax dairə fiqurlardan birini kvadrat fiquru ilə, bunu isə fiqurlardan birini qara dairə fiquru ilə əvəz edildikdə hər üç tərəzinin tarazlığını təmin etmək. Dairə fiqurlardan birini kvadratla əvəz eləsək, dairə hanı burada? Dairə boş dairə budur. Birini kvadratla əvəz eləsək, qara ilə kvadratla 7 ilə əvəz eləsək nə olur? 9 9 18, bu da 7, olur 25. Və deyir ki, bunu isə bozu fiqurlardan birini qara ilə əvəz eləsək, hədə bu da olur 25, düzdür da? B bəndi düzdür. B bəndi əlbəttə, B bəndi düzdür.